1993-1999 illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham edilən akademik Ramiz Mehdiyev haqda danışıb. O, Yeni Azərbaycan TV-yə müsahibəsində bu haqda bildirib, Ramiz Mehdiyevin bir neçə əməlini izləyəndə gördüm ki, bizim dövlətçiliyimizə qarşı böyük təhlükə var. İlk olaraq deyim ki, o həmişə hakimiyyət uğrunda mübarizə aparıb. Bunu gizlətmək lazım deyil. 2003-cü ildə İlham Əliyev seçkilərə qatılanda Ramiz Mehdiyev böyük təbliğata başlamışdı. Dedizdirirdi ki, İlham Əliyevin təcrübəsi yoxdur. Heydər Əliyev özündən sonra Ramiz Mehdiyevi öz yerində görürdü. Onun adamları belə təbliğatlar aparırdılar. Hətta prezident administrasiyasında təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırıldılar. Prezidentin tərcüməçisi var idi. O, sonra ölkəni tərk etdi. Bir neçə icra başçısı da bu siyahıda idi. Mən özüm bunu eşitmişdim. Mənim də yanıma gəlib deyirdilər ki, Heydər Əliyev özündən sonra yalnız Ramiz Mehdiyevi hakimiyyətdə görə bilər, İlham Əliyev çox cavandı, sən gərək buna mane olmayasan. Mən onlara dedim ki, siz hansı ağıla belə şeylər danışırsınız? Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq. Siz də onun fitnəsinə getməyin. Axırınız yaxşı olmayacaq. 2013-cü ildə də o təbliğat aparırdı.